Əməl vaxtınız xeyir olsun. Deməli, keçən səfər çevrə dərsini qeyd eləmişdik. İndi isə gələn yoruma yazsın, həndəsi aid bir video gələ bilərmi? Bəli, indi isə 2019-dan 2024-cü ilə qədər düşmüş bütün üçbucaq sualların izahlarına baxacağıq inşallah. Hansı mövzunu istəsəz yorumlara qeyd edə bilərsiniz. O illərin həmin sualları buraxılış illərinə uyğun çəkib yerləşdirək inşallah. Deməli, katetlərindən biri 6 cm, hipotenuzu 10 cm olan düzbucaqlı üçbucağın perimetrini tapın. Bu asan bir sualdır. Biz bilirik ki, düzbucaqlı üçbucaqda ən məşhur teorem Pifaqor teoremidir. Katetlərindən biri 6-dırsa, tutaq ki, bura 6-dır, bura x-dır, hipotenuzu isə 10-dur. Pifaqor teoreminə əsasən 6'nın kvadratı plus x'in kvadratı bərabərdir 10'un kvadratına. 36 plus x kvadratı bərabər 10'un kvadratı 100 eləyər. Buradan x kvadratını tapsaq 100-dən 36'nı çıxsaq x kvadratı bərabərdir 100-dən 36 çıxanda 64, x isə 8 alınır. Biz buradan digər katetimizin 8 olduğunu tapdıq. Bizdən isə perimetr soruşur. Biz bilirik ki, perimetr dedikdə üçbucağın bütün tərəflərinin cəm başa düşülür. Yəni 10 plus 6 plus 8, bu da 24 eləyər. Bizdə B variantı götürəcək inşallah. İndi isə keçək ikinci sualımızın izahına. Məsləhət görürəm ki, əvvəlcədən özünüz sualı dayandırıb həllindən qabaq özünüz bir həll eləyəsiniz. Ondan sonra həllinə baxasınız. Bərabər tərəfli üçbucağın, demək bizim bərabər tərəfli üçbucağımız var. Aha. Tənbölənləri arasındakı iti bucağın dərəcə ölçüsü. Biz bilirik ki, bərabər tərəfli üçbucağın bütün bucaqları 60 dərəcəyə bərabərdir. Və tənbölənlər isə bunu təbii ki 30 dərəcə, 30 dərəcə, həmçinin 30 dərəcə və bütün bucaqları 30 dərəcə kimi böləcək. Aha, biz görürük ki, tənbölənlər arasında iki bucaq var. Ya iti bucaq bu bucağı soruşar, ya kör bucaq kimi ümumiyyətlə məsələn bu bucağı soruşar. Yəni burada üçüncü tənböləni çəkməyə ehtiyac da yox idi, belə də görmək olar. Təbii ki, biz görürük ki, 30 dərəcə bura, 30 dərəcə bura. Buranı silsək daha aydın biz bunu görə bilərik. Bunu silsək, məsələn görə bilərik ki, burada bu bucaq əmələ gəlib və iki bucaq əmələ gəlib. 30 dərəcə bura, 30 dərəcə buradırsa, 60 dərəcə olursun, bura 120 dərəcə olar. Bura 120 dərəcədirsə, bura isə 60 dərəcəyə bərabər olar. O da C variantıdır. Aha. Növbəti üçüncü sualımıza baxaq. Bərabər yanlı üç bucaq verilmişdir. Aha. Təpə bucağı 100 dərəcədir. Biz bilirik ki, bərabər yanlı üç bucaqda ortacağa bitişik bucaqlar bərabər olduğu üçün ümumi üç bucağın daxili bucaqların cəmi 180 olduğundan 100'ü buradadırsa 40 dərəcə, 40 dərəcədə buralara qalacaq. Bizə isə ortacağa bitişik bucağı istəyir 40 dərəcə. Dördüncü sual. Ümumiyyətlə üç bucaq mövzusundan asan sual gəlir hər dəfə 9 mövzusundan. 3 bucaq verilmişdir yenə. Tərəflər uyğun olaraq 14, 16 və 18'dir. 14, 16 və 18'dir. Bu üç bucağın hər üç orta xətlərinin əmələ gətirdiyi bu ya 2 ya 3 dəfə bu illər ərzində buraxılışa düşübdür. Baxın. Orta xəttin biri olsun bu. Qoyun lapərəsini bir rənglə çəkim daha aydın görünsün. Biri olsun bu. Biri olsun, tutaq ki bu. Biz bilirik ki, orta xətt dedikdə oturacağın yarısına bərabər. Yəni buralar hər birini yarıya bölür. Bura 16'dırsa biz bilirik ki, bura 8'ə bərabərdir. Bura 18'dirsə, bura onun yarısı, yəni 9 olar. Bura təbii ki 14'dürsə, bunun da yarısı 7 olacaq.
perimetrini istəyir. 9 plus 8 plus 7. Bu da 24 eləyər. Yəni A variantı. Keçək 5-ci suala. Bərabər yəni üçbucaq verilmişdir. Aha, bərabər yəni üçbucağın tərəflər 9 və 19 olarsa, onun perimetrini tapın. Aha, burada bir incə məqam var uşaqlar. Hər iki yol deyəcəm. Tutaq ki, bura 9-dur, bura 9-dur və burada 19-dur tutaq ki. İndi baxın, üçbucaq bərabərsizliyinə əsasən üçbucağın iki tərəfinin cəmi üçüncüdən böyük olmalıdır. Amma baxırıq ki, burada 9 və 9, yəni cəmi 18 eləyir, amma üçüncü tərəfdən kiçikdir. Ona görə bu üçbucaq bərabərsizliyi ödənmədiyi üçün avtomatik olaraq 19 bura, 19 bura, 9-un buraya verməliyik. Çünki üçbucaq bərabərsizliyi ödənməlidir. Bizdən isə perimetr istəyir. 19 plus 19 plus 9. Bu da eləyəcək 47 santimetr. O da C variantı. 6-cı sual. Düzbucaqlı üçbucağın ümumiyyətlə düzbucaqlı üçbucaq gəldikdə Pifagor teoremi yada düşür birinci. Yəqin ki, ona aid bir sual olacaq. Düzbucaqlı üçbucağın katetlərindən biri 6, digəri isə 8-dir. Bayaqki kimi bizdən hipotenuza çəkilmiş median uzunluğunu soruşur. Yəni bunu. Biz bilirik ki, uşaqlar, düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş median hipotenuzun yarısı olur. Ona görə biz birinci hipotenuzu tapmalıyıq. Onda Pifagor teoreminə əsasən tapmalıyıq. Yəni x yazsaq 6-nın kvadratı plus 8-in kvadratı bərabərdir x-in kvadratına. 6-nın kvadratı 36 eləyər, 8-in kvadratı 64 eləyər, bu isə x kvadratı. X-in kvadratı bərabərdir 100, x isə burada 10 olduğunu taparıq. Əgər bura 10-dursa, onda median isə 5-ə bərabər olacaq. Yəni hipotenuzun yarısına. Keçək 7-ci sualımıza. 7-ci sualımızda katetlər 12 və 18 olan düzbucaqlı üçbucağın sahəsini tapın. Yenə şəklini qeyd eləyək. Şəklə ehtiyac olmasa da yenə də qeyd eləyək. 12 və 18 santimetr. Uşaqlar, biz bilirik ki, düzbucaqlı üçbucağın sahəsi katetlər hasilinin yarısına bərabər. Yəni S bərabərdir 12 vurulsun 18 bölünsün 2. Buradan 2 və 18 ixtisar gedər qalar 9. 9 isə 12-yə vurduqda biz 108 cavabını alarıq. Yəni C variantı. Yenə 8-ci sual, yenə düzbucaqlı üçbucaqdır. Artıq bu neçəndə düzbucaqlı üçbucaqdır. Deməli, biz buraxılışda düzbucaqlı üçbucağa daha diqqət eləyək ki, bunun dərsinə. Çünki çox illər fikir verirsə, düzbucaqlı üçbucaqdan gəlir sual. Aha, katetlər 15 santimetr. Və hər dəfədə Pifagordan istifadə olunur. Fikir verirsiniz, ona görə bunu yaxşı oxumaq lazımdır. Bu isə 20 santimetrdir. Düzbucaqlı üçbucağın kiçik katetinin hipotenuz üzərindəki proyeksiyasının uzunluğunu hesablayın. Aha. Burada uşaqlar proyeksiya dediyi üçün mən hündürlük çəkəcəm. Baxın. Kiçik katetin hipotenuz üzərindəki proyeksiyası dedikdə bax budur. Kiçik katet 15 olduğu üçün bax proyeksiyası budur. Böyük katetin hipotenuz üzərində proyeksiyası isə bu olardı. Bizdən isə kiçik katetinkini istəyir. Biz burada acaba proyeksiya düsturlarına diqqət yetirməliyik. Burada əgər Pifagora əsasən x buranı tapsaq 15-in kvadratı üstə gələk 20-nin kvadratı bərabərdir x kvadratı. Yəni 225 plus 20-nin kvadratı eləyər 400 bərabərdir x-in kvadratına. X kvadratı bərabərdir 625. X-a isə buradan 25 alarıq. Birinci halda biz burada hipotenuzu tapdıq nə? 25. İndi isə biz proyeksiya düsturundan istifadə, hansı ki proyeksiya düsturunun 4 dənə düsturu var idi, ondan hansını istifadə edəcəyik? A vurulsun B bərabərdir H vurulsun C. Yəni AB burada katetlər rolunu oynayır, C hipotenuz hündürlüyü isə H'dır. Yəni 15 vurulsun 20
bərabərdir h vurulsun 25. 15 20-yə vursa uşaqlar ilə 300 bərabərdir 25 vurulsun h. H-ın buradan 12 olduğunu biz alarıq. Əgər h-a 12 yazsaq, baxın burada yenidən bir düzbucaqlı 3 bucaq əmələ gəlir. Fikir verirsiniz. Hansı ki 15 bura hipotenuz rolunu oynayır. 15 bura və 12 bura. Maraqlı sualdır bu. İndi isə baxın buraya Pifagor teoremini tətbiq edəsək, buraya x yazsaq, 12-nin kvadratı üstə gəlsin x-in kvadratı bərabərdir 15-in kvadratına. 144 üstə gəlsin x kvadratı bərabərdir 225-ə, x kvadratı bərabərdir 81, x-in səbəbindən 9 olduğunu taparıq. Bizdən də elə bu 9 istəyir. Yəni A variantı. İndi isə 9-cu suala bax, yenə düzbucaqlı 3 bucaqdır. Burada isə bucaqlara aiddir. Düzbucaqlı 3 bucağın iti bucaqlarından biri 25 dərəcədirsə, digər iti bucağını tapın. Biz bilirik ki, düzbucaqlı 3 bucağın da bir bucağı düz bucaq, digərlərinin cəmi isə 90 olmalıdır. Yəni burada 25-dirsə, avtomatik biz buraya 65 dərəcə qeyd eləyərik. Yəni C variantı. 10-cu sual. Üçbucağın xarici bucaqlar 3, 4, 5 nisbətində 3-səyə ayrılmışdır. Kiçik daxili bucağın dərəcə ölçüsünü tapın. Bunun şəklini qeyd eləyək. Qeyd eləməsək də yazmaq mümkündür. Sadəcə qeyd eləyək ki, daha yaxşı başa düşək. Bu cür yazsaq, xarici bucaqlar, bura 3K, bura 4K, bura isə 5K'dır. Biz bilirik ki, üçbucağın xarici bucaqların cəmi 360 olmalıdır. Yəni 3K plus 4K plus 5K bərabərdir 360 dərəcə. Topladıqda eləyir ki, 12K bərabərdir 360 dərəcə. Buradan K'ya taparıq ki, 30 dərəcə. Yəni bura 90 dərəcəymiş. Vursaq 34-ə vuranda bura 120 dərəcəymiş. 35-ə vurduqda isə bura isə 150 dərəcəymiş. Kiçik daxili bucağı. Baxın uşaqlar. Burada qonşu bucaqlar yanafansı görürsünüz. Bura 150-dirsə avtomatik bax bura. Qoyun rəngli qələmlə rəngləyim. Baxın bura 30 dərəcə. Bura 90-dırsa avtomatik burada 90 dərəcə olmalıdır. Bura 120 dərəcədirsə, bura isə 60 dərəcə olmalıdır ki, qonşu bucaqların cəmi 180-i versin. Kiçik daxili bucağı istəyir, o da ən kiçiyi 30 dərəcədir uşaqlar. C variantı. Tərəfi 10 cm olan bərabər tərəfli üçbucağın deməli, bərabər tərəfli üçbucaq veribdir. Hansı ki, tərəfi 10-dur. 10 və 10. Orta xətlərin əmələ gətirib. Baxın, bu ikinci dəfədir bu sual düşür. Fikir verirsiniz. Orta xətləri yeni çəkirəm. Biri bu olsun. Uşaqlar, biri bu olsun. Biri isə bu olsun. Əgər bura 10-ca biz bilirik, bura 5-dir. Həmçinin burada 5-dir. Bərabər tərəfli olduğu üçün burada 5-dir. Perimetr isə 5 plus 5 plus 5. Bu isə 15 dərəcə. 15 eləyər. Dərəcə nə idi? A variantı. 12-ci suala baxaq. Üçbucağın iki tərəfi və bir bucağı verilmişdir və bizdən sahəni istəyir. Uşaqlar, biz bilirik ki, üçbucağın müxtəlif sahə düsturları var. Yəni minimum biz 3 dənəsini bilirik ki, biri hündürlüklə olandır, biri Heron düsturudur, biri isə iki tərəf və onlar arasında qalan bucaqdır. Yəni bu ona aiddir. Üçbucağın sahələrindən uşaqlar biri budur ki, 2-də 1 A vurulsun B. Hansı ki, bu da AB-ni bura ilə bura. Yəni bu iki tərəf rol oynayır. Və onlar arasında qalan bucağın sinus hasili. Yəni bu. Baxırıq uşaqlar, bu da 2-də 1. Vuraq A-nın yerində 14 durubdur. B-nin yerində 12 durubdur. Bucaq isə sinus 30 dərəcədir. Buradan 2-də 1 vurulsun, 14 vurulsun 12 və biz bilməliyik ki, sinus 30 dərəcədə 2-də 1-ə bərabərdir. 14-dən 2 gedər 7 qalar, 12-dən 2 gedər 6 qalar və 6 dəfə 7 42 eləyər.
9-cu hissədə nə qədər trigonometriya keçilməsə belə, biz sinus 30-u, sinus 60-ı bu qiymətləri heç olmasa əzbər bilməliyik ki, dördbucaqlılarda belə bu istifadə olunur. 13-cü suala baxaq. Üçbucağın bir bucağı 70 dərəcə, digər isə 60 dərəcə olarsa, üçüncü bucağı tapın. Şərqin cəmi ehtiyacı yoxdur. Üçbucağın daxili bucaqların cəmi 180 olduğu üçün biri 70 dərəcə, biri 60 dərəcə plus x, digərini bilmirəm, bu üçün cəmi 180 olmalıdır. Buradan x-i tapanda isə biz görürük ki, 70-in 60-ın cəmi 130, 180-dən 130 çıxdıqda isə bunun 50 dərəcə olduğunu taparıq, yəni Y variantı. 14-cü suala baxaq. Bərabər yanlı üçbucaq verilmişdir. Aha, perimetri 32-dir. ABC üçbucağının, hansı ki ABC üçbucağıdır. A, B və C qeyd eləyək. BM medianı var, qeyd elədiyi üçün. BM median. Biz ki median yarıya böləcək. Medianın uzunluğu 7 cm uşaqlar. Bizdən A, B, M üçbucağının perimetrini istəyir. A, B və M. A. Baxın uşaqlar, bərabər yanlı üçbucaq olduğu üçün mən buraya x qeyd eləyərəm. Ümumi perimetr 32 olduğu üçün fikirləşin. Bax, buraya ümumilikdə 32 minus 2x qalır. Və median da buranın yarıya böldüyü üçün uşaqlar 16 minus x bura qalır. 16 minus x bura qalır. İnanmırsınız, bütün tərəflərini toplasanız görərsiniz ki, perimetr yenə 32 eləyir. Bizdən isə indi A, B, M üçbucağının hansı ki, bu üçbucağın perimetrini istəyir. Baxın, bu üçbucağın. Topladıqda isə baxın, x plus 7 plus 16 minus x. Buradan x-lar gedər uşaqlar. 16-dan 7-ni topladıqda isə görürük ki, 23 alınır. Bu isə B variantındadır. 15-ci suala baxırıq. Üçbucağın tərəfləri 7 və 9, perimetr isə 26 olarsa tərəfin tapına ehtiyac yoxdur şəklini çəkməyə. Üçbucağın perimetri ilə bütün tərəflərin cəmi başa düşülür. Yəni 26 bərabərdir 7 plus 9 plus x. Buradan x-i tapanda isə 26-dan 16-sını çıxarıq. O isə 10 qalar. Açıq sualdır. Ona görə variant yoxdur. 16-cı sual. Bərabər yanlı üçbucağın perimetri 40 cm-dir. Şəklini çəkək. Ortacaq 18 cm. Ortacaq 18 cm-dirsə, avtomatik iki tərəf qalır. Ümumi perimetri 40 cm olduğu üçün 40-dan 18-in çıxsaq, baxın, 22 cm qalar. Düzdür? İndi 22 isə bərabər yanlı olduğu üçün 11 cm və 11 cm olan 2 yerə bölünəcək. Yəni B variantı. 17-ci suala baxaq indi. Deməli, üçbucağın xarici bucaqları bu nisbətdədir. Ən böyük daxili bucaq. Baxın aşağı, bu da ikinci səfər düşür. Eyni sualı yuxarıda işlədik, fikir verirsiniz. Yəni, bir daha şəklini çəkməsək, baxın. 3K plus 4K plus 5K 360 dərəcə idi. Buradan 12K bərabərdir 360 dərəcə. K-ya isə 30 dərəcə almışdıq yuxarıdakı şəkildə. Yadınıza gəlin, K 30 isə uşaqlar. Lap qoyun siz şəklini yenidən çəkim. Eynisidir. Sadəcə o da ən kiçik bucağı istəyir uşaqlar. Burada isə ən böyüyünüsü. Baxın, K 30-dursa, bura 3K-dırsa, bura 90 dərəcə olsun. Bura 4K-dırsa, bura 120 dərəcə olsun. 5K-dırsa, bura 150 dərəcə olsun. Tutaq ki. Düzdür? Onda bura 60 dərəcə olar qonşu bucaq kimi. Bura 90 dərəcə. Bura isə 30 olar. Bura isə ən böyüyünü seçir. Yəni 90-ı. Bu da D variantında özünü doğruldur. 18-ci sual. Baxın inşallah, bu artıq 3-cü dəfədir ki, eyni sual gəlir. Orta xəttə aid. Fikir verirsiniz. Yəni bu sual bir daha gələ bilər. 3-cü dəfədir gəlir artıq. Bərabərlikli üçbucağın tərəfləri 6-dır. Orta xəttlərinin cəmini istəyir uşaqlar. Yenə bura 3-dür. Bu o digəri olsa burada 3-dür. Bu isə digəridir. Yenə bura 3-dür. Bizdən orta xəttlərin cəmini istəyir. Yəni 3 dənə 3-ü toplayarıq. Bu isə 9 eləyir. Yəni A variantı. 19-cu suala baxaq.
Fikir ver uşaqlar, 19-cu sualını da biz yuxarıda bilmişdik. Yəni ikinci dəfə də hər dəfə eyni şeyi salırlar. Yəni yenə deyirəm, bu suallara biz diqqət eləsək artıq buraxılışda üçbucaq sualını yazacağıq inşallah. Eyni sual sadəcə şəkillə verilibdir. Baxın, bərabər üçbucaqda ümumi perimetr 60 verib, yazaram x bayaq kimi görürəm ki, bura 60 minus 2x qalar. Yəni buranı 30 minus x və 30 minus x kimi 2 hissəyə bölər. BMC'nin perimetrini 47 veribdir. Yəni baxın, bu üçbucağın qonlənkliyim perimetrini 47 cm verir. Baxın, perimetrini tapanda bu ikisini toplasaq, baxın, 30 minus x və x'i toplayanda görürük ki, x-lar gedir 30 qalır. Təbii ki, bura 17 imiş ki, toplayanda perimetr 47 elif. Yəni bizdən bunu istəyir. 20-ci suala baxalım inşallah. Burada isə bizdə deyir ki, üçbucağın perimetri 50 cm-dir. Bir tərəfi 15, digər isə 17-dirsə, digər tərəfini tapın. Yenə də perimetr bütün tərəflərin cəmidir. Ona görə 15 və 17-ni topladıqda və bir yana x topladıqda digər tərəfi hər biri 50-yə verməlidir. Buradan x-i tapanda 50-dən çıxarıq. 15 və 17 topladıqda 32 eləyər. 50-dən isə 32 çıxanda artıq 18 cavabını alarıq. Yəni D variantı. 21-ci suala baxaq. Üçbucağın daxili bucaqları bu nisbətindədirsə, böyük bucağın dərəcə ölçüsü. Üçbucağın daxili bucaqlarının cəmi 180 olduğu üçün 3K plus 5K plus 7K bərabərdir 180 dərəcəyə. 15K bərabərdir 180 dərəcəyə. K-ya isə buradan 12 taparıq. Əgər K 12 dərəcədirsə uşaqlar, onda bax, bu 36 imiş dərəcəymiş, bu 60 dərəcəymiş, bu isə 84 dərəcəymiş. Bizdən isə böyük olduğu üçün A variantı 84 dərəcə. 22-ci suala baxaq. Bərabər yanlış bucağın uşaqlar perimetrin 50 verib, ortacağı isə 24 veribdir. Baxın, ortacağı 24 cm verib, perimetri 50-dirsə, uşaqlar 50-dən 24-ün çıxanda görək ki, bizə 26 cm qalır. Bərabər yanlı olduğu üçün buraya 13, buraya isə 13 cm düşər. Yəni C variantı. 23-cü sual. Üçbucağın daxili bucaqları bu nisbətdədir. Baxın, yenə eyni sual təkrarlanıbdır. Daxili bucaqların cəmi 180 olduğu üçün bərabərdir 180 dərəcə. 10K bərabərdir 180 dərəcə. K-ya isə 18 alarıq. K 18 bizdən kiçik soruşduğu üçün uşaqlar 36 budur. 54 dərəcə budur. 90 dərəcə budur. Bizdən də kiçik istəyir. Yəni 36-nı C variantı. 24-cü sualda bərabər yanlış üçbucaq verilmişdir. Və ortacağı AC-dir. Ümumilikdə ABC üçbucağıdır və A bucağından AD şüası çəkilmişdir və bunu 16 dərəcəlik və 34 dərəcəlik iki hissəyə bölübdür. Bərabər yanlı olduğu üçün avtomatik bura ortacağı bitişik bucaqlar bərabər olduğu üçün deməli bura avtomatik 50 dərəcə olur. Çünki bu ikisinin cəmi 50-ni verir. Onu da bax burada 80 dərəcəyə bərabər imiş. Yəni D variantı. 25-ci suala baxaq. Bərabər yanlı düz bucaqlı üçbucaq verilib. Deməli, hipotenuzu 16-dır və düz bucaq təpəsindən hündürlüyünü soruşur. Uşaqlar, bərabər yanlı üçbucaqda, təbii ki, ümumiyyətlə bərabər yanlı düz bucaqlı üçbucaq belə olsa, hipotenuzda çəkilmiş hündürlük, tənbələn və median bir-birinə bərabərdir. Və bu median olsaydı, əgər biz bilirik ki, median düz bucaqlı üçbucaq, hipotenuzun yarısıdır, yəni bu 8-dir. Və bərabər yanlı olduğu üçün bu həm hündürlük, həm də tənbələndir. 26-cı sual. Üçbucağın iki daxili bucağının cəmi 149-sa, biz bilirik üçbucağın daxili bucaqlarının cəmi 180 olduğu üçün bu isə 31 dərəcəyə bərabər olacaqdır. 27-ci sualda uşağı demək, bərabər yanlı düz bucaqlı üçbucaq verilmişdir. Aha. Deməli, hündürlük 6 kök 2-dir.
Şöyle bərabər yanlı olduğu üçün təpədən çəkilmiş hündürlük həm median həmsə tən bölündü. Yəni bura 6 kök 2-dir. Bura 6 kök 2 avtomatik olaraq biz bilirik ki, düzbucaqlı üçbucaqda hipotenuz çəkilmiş median hipotenuzun yarısıdır. Yanında bura 12 kök 2-dir. Sahəni tapmaq üçün tərəf və həmin tərəfə çəkilmiş hündürlük hasilinin yarısı, yəni 6 kök 2 vuraq 12 kök 2 bölünsün 2. 2 yəni 12 qısa gedir uşaqlar. Burada qalar 6. 6'ya 6'ya vurduqda 36. Kök 2'yə vurduqda isə buradan 2 çıxır. Yəni 72. B variantı. 28-ci suala baxaq. Bərabər yanlı ABC üçbucağının deməli bərabər yanlı ABC üçbucağı verilmişdir. AM və CM medianları AM medianı və CN medianı çəkilmişdir. Median olduğu üçün tərəfləri yarı böləcək. AB BC-yə bərabər olub 10'dur. Yəni bu bərabər yanlış üçbucaqda fikir verirsiniz. Yəni AB öz deyir BC-yə bərabərdir və 10'dur. PABM-in perimetri ABM 22'dirsə CM medianını tapın. Baxın, deməli bu 10'dursa median olduğu üçün bura 5, burada 5'dir. Həmçinin bura 10 olduğu üçün bura 5 cm, bura isə 5 cm-dir. Aha, baxın bizə deyir ABM-in perimetri ABM. Yəni buranın perimetri 22'dir. Baxın 15'i buradadırsa avtomatik 7 cm-də buranın uzunluğuymuş. Düzdür? Bu da AM medianı 7 cm olduğu için bərabər yanlı üçbucaqda ortadan çəkilmiş medianlar bir-birinə bərabər olur. Yəni burada 7 cm olar. Yəni B variantı. 29-cu sual. Yenə orta nöqtələr. Baxın bu artıq 4-cü dəfə səhv eləmirəmsə bu sual yenidən təkrarlanır. Aha, üçbucağın tərəfləri 10, 12 və 14 cm-dir. Orta xətləri yenə baxın eyni sual. Baxın 12'nin yarısı 6, 10'un yarısı 5, 14'ün yarısı 7'dir. Perimetrin istəyir yəqin ki 6 plus 5 plus 7 bu isə 18 cm eləyər. Yəni Y variantı. 30-cu suala baxaq. Tərəfləri 13,4 və 4,9 cm üçbucağın 3-cü tərəfin ən kiçik tam qiyməti neçə olur? Bu üçbucaq bərabərsizliyinin sualı uşaqlar. Tərəflər 13,4 və 4,9'dur. Bura isə x olsun. Uşaqlar üçbucaq bərabərsizliyinə əsasən ixtiyari üçbucaqdır. Çünki iki tərəfin cəmindən böyük fərqindən kiçik olmalıdır. Yəni 13,4 plus 4,9'dan bura kiçik olmalıdır. Bunların fərqindən isə böyük olmalıdır. Üçüncü tərəf. Artıq biz 13,4'dən 4,9 çıxsaq, burada 8,5 kiçikdir x, kiçikdir. Burada isə 18,3 alarıq. Bizdən isə burada olan ən kiçik tam qiymət neçə ola bilər? Baxırıq ki 8,5 nədən kiçikdir? Ən kiçik 9'dan. O da A variantı. 31-ci suala baxaq. Bunun şərti verilməyibdir. Bərabər yanlı üçbucaqdır. Bu isə deyəsən mediandır. Median olduğu üçün bərabər yanlı üçbucaq həm də nədir? Hündürlükdür. Bura 55 avtomatik, bura 35 dərəcə olmalıdır. Düzdür? Çünki cəmi 90'ı verməlidir. Aha. İndi isə gəlin baxaq. Bərabər yanlı üçbucaq olduğu üçün bura 35, bura isə 35 dərəcədir. Üçbucağın bir xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəmi olduğu üçün alfa isə 35 dərəcə plus 35 dərəcə 70 dərəcəni verər. 32-ci sual. Düzbucağı tutan iti bucaqların biri 40'dırsa digərini tapın. Düzbucağı tutan iti bucaqların cəmi 90'ı verməlidir. Digəri isə 50'ymiş. 33-cü sual. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza median və tən bölən çəkilir. Aha.
Biçən uşaqlar həmişə tənbölən sözünü gördünüzsə həmin. Bilirsiniz də, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən median hündürlükdə çəkilə bilir. Median tənbölən də onlar arasında qalan bucaqları istəyir. Yəni 3-4 dənə düstur var, belə deyim. 3-4 şərt daxilində. Tənbölən sözü gördünüzsə, bilin ki, iti bucaqları çıxıb yarıya böləcəksiniz. İndi isə bizə median və tənbölən deyir. Bir dəqiqə. Bunlar arasında qalan bucaq 10 dərəcədir. Yəni bax buranı 10 dərəcə veribdir. Baxın bu tənbölən olsa bu yarıya bölür 45 dərəcə və 45 dərəcə kimi 2-yə bölməlidir. Düzdür? Qanundan götürsək. Baxın indi hələ ki medianı götürməsəm bir dəqiqə. Baxın bura olur 35 dərəcə. Bir dəqiqə. Yox, bura 45 dərəcə. Çünki tənbölən budur. Baxın bu. Bura isə qalır 35 dərəcə. Çünki cəmi 45 verməlidir. Bura 45 isə bura 10 dərəcə, bura isə 35 dərəcə. Baxın bu da bizim nə idi? Medianımız. Fikir verirsiniz, bu da medianımız idi. Burayla bura bir-birinə bərabər olmalıdır. Həmçinin bu da ona bərabər olmalıdır. Bu da bərabər yanlış bucaq əmələ gəldiyi üçün bura 35 isə avtomatik bura da 35 dərəcə olmalıdır. Bura 35 isə avtomatik düz bucaq olduğu üçün bu isə 65 dərəcədir. 65 əstəğfurullah 55 dərəcə. Bizdən isə kiçik iti bucaq istəyir, yəni 35 dərəcə. Baxın bu median, bizdə düzbucaqda median hipotenuzun yarısına bərabər olmalıdır. Ona görə baxın, bunlar üçə bir-birinə bərabərdir. Bura 35, bura isə 55 dərəcədir. Bizdən isə kiçik iti bucağı istəyir. 34-cü sual. Bu üç bucağı verib. Belə bir üç bucaq veribdir. Aha, bura C D'dir, bura A, bura isə B-yə bərabərdir. Aha, ABC-nin opşi sahə 68-dir, CDB. Buranın sahəsi isə, baxın, 24-dür. Opşi sahə 68 isə, 68-dən 24-ün çıxıb, hansı ki bu hissənin sahəsini araşdıraram. Bura isə 44 santimetrin kvadrat edir. Yəni, bu səhv yazıb kimsə A variantı. 35-ci suala baxaq. ABC üçbucağın sahəsini istəyir. Sahəni tapmaq üçün bizə hündürlük lazımdır. Bu isə proyeksiya. Düzbucaqlı üçbucaqda əgər hipotenuza hündürlük çəkilirsə, bu proyeksiyadır. H kvadratı bərabərdir. M vuraq N düsturuna hesablanır. Buradan H kvadratı bərabərdir. 2 vuraq 8. H-a isə H kvadratı 16. H isə 4-üymüş. Sahəni tapanda isə uşaqlar, tərəf və həmin tərəfə çəkilmiş hündürlük yarısının yarısı, yəni 4 vurulsun 10 bölək 2. Bu isə 20 eləyər. Bununla da indiyə kimi düşmüş 35 dənə üçbucaq sualının izahına baxdıq. Sağ olun, salamat qalın. 24-cü sualda bərabər yanı üçbucaq verilmişdir. Və ortacağı AC-dir. Ümumilikdə ABC üçbucağıdır və A bucağından AD şüası çəkilmişdir və bunu 16 dərəcəlik və 34 dərəcəlik iki hissəyə bölübdür. Şöyle bərabər yanlı olduğu üçün avtomatik bura ortacağı bitişik bucaqlar bərabər olduğu üçün deməli bura avtomatik 50 dərəcə olur. Çünki bu ikisinin cəmi 50-ni verir. Onu da bax burada 80 dərəcəyə bərabər imiş. Yəni D variantı. 25-ci suala baxaq. Bərabər yanlı düzbucaqlı üçbucaq verilib. Deməli, hipotenuzu 16-dır və düzbucaq təpəsindən hündürlüyünü soruşur. Uşaqlar, bərabər yanlı üçbucaqda, təbii ki, ümumiyyətlə bərabər yanlı düzbucaqlı üçbucaq belə olsa, hipotenuza çəkilmiş hündürlük, tənbələn və median bir-birinə bərabərdir. Və bu median olsaydı əgər biz bilirik ki, median düzbucaqlı üçbucaq, hipotenuzun yarısıdır, yəni bu 8-dir. Və bərabər yanlı olduğu üçün bu həm hündürlük, həm də tənbələndir.
26-cı sual. Üçbucağın 2 daxili bucağının cəmi 149 isə biz bilirik üçbucağın daxili bucaqlarının cəmi 180 olduğu üçün bu isə 31 dərəcəyə bərabər olacaqdır.